ötən il pilot olaraq həyata keçirilən özəl məktəbə qədər təhsil müəssisələri üçün qrant proqramı çərçivəsində 24 bağçanın iştirakını qeydə aldıq. Biz 24 bağçaya qrant verdik və bu qrant proqramı çərçivəsində təxminən 1300 civarında uşağın təhsilə cəlb olunması təmin olundu. Bu uşaqların məktəbə qədər təhsilə cəlb olunması həm Bakı şəhərində, həm Abşeronda, bildiyimiz kimi Bakıda və Abşeronda məskunlaşmanın sıx olduğu ərazilərdir. Həm həmən ərazilərdə həyata keçirdi, həm də maraqlı məqam ondan ibarətdir ki, ilk il olmağına baxmayaraq biz bölgələrdən də təkliflər aldıq. Şirvanda, Biləsuvarda biz deməli qrant qrupları açdıq. Özəl məktəbə qədər təhsil müəssisələrinin potensialından istifadə edilməklə və təxminən biz baxsaq ümumi perioda 8-9 ay ərzində əgər nəzər salsaq biz toplam 1300-ə yaxın uşağın məktəbə qədər təhsilə cəlb olunmasını təmin etdik.